Değerli şagirdlər, 82-yə baxırıq. Bu iri həcmli sualın izahına baxaq. Deməli, alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlıdır. Alfa, beta, deməli, uyğun tərəfləri paralel olan. Bu zaman alfa, beta cəmi deməli 180 dərəcədir. Qamma və fi isə uyğun tərəfləri paralel olan eyni adlı bucaqlardır. Yəni, qamma və fi bir-birinə bərabərdir. Bu qaydadan istifadə edək, baxaq. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Yəni, qamma nəyə bərabərdir? %80 alfaya. Finin dərəcə ölçüsü isə betanın dərəcə ölçüsündən 20% çoxdur. Yəni, fi nəyə bərabərdir bu zaman? %20% çoxdur. 120 beta. Və bu bərabərlikdən istifadə eləsək, %80 alfa bərabərdir %120 betaya. Buradan deməli ixtisar aparsaq, 100-dən ixtisar getsə, deməli qalacaq 2 alfa bərabərdir 3 betaya. Buradan alfa 3K'dır, beta 2K'dır. Gətirib burada yerinə yaza bilərik. Yazaram 3K plus 2K bərabərdir 180. 5K 180'dir. K deməli eləyəcək 36. K 36'dır. Deyir ki, alfa və betanın hər birinin dərəcə ölçüsünü tapın. Əla. Baxın, iş buradadır. Bu zaman K əgər 36'dırsa, mənim alfam olacaq. Deməli, 108 və 72. Alfa ilə betanı soruşduğu üçün 108 və 72. Bu alfanın qiyməti, bu betanın qiyməti.